Bizim hər birimizin hər hansısa bir arxetipimiz var və məhz bu arxetip bizim davranışımıza, bizim emosiyalarımıza, bizim hisslərimizə təsir eləyir, həyatımıza təsir eləyir. Bu arxetiplərdən biri Persefona arxetipidir. Persefona məhz qadın arxetipidir. Yəni qədim Yunan mifologiyasına görə Persefona bir qızcığaz olur, hansı ki atasının, anasının sevimli qızcığazı. Sonra o yeraltı dünyaya ərə gedir, orada çox çətin həyatı olur. Amma Persefona bu çətin həyatda heç kimi günahlandırmır, heç kimi qınamır. O sadəcə öz kədərini yaşayır, sadəcə öz acısını yaşayır. Və müəyyən bir müddətdən sonra, bu acıdan sonra ona bir güc gəlir, bir enerji gəlir və o xilas olur, həm də başqalarını xilas eləməyə başlayır. Yəni bu Persefona arxetipi bir çox qadınlarda var və bizim qadınlarımızda da, deyərdim ki, Azərbaycan qadınlarında da Persefona arxetipi olan qadınlarımız çoxluq təşkil eləyir. Siz də özünüzü bəlkə də görə bilərsiniz ki, müəyyən bir acı bir həyatdan çıxmaq və özünü necə çıxmaq, həm özünü xilas eləmək, həm də başqalarını xilas eləmək. Yəni bu insanlar daha çox şəfa verici insanlar ola bilir. Məsələn, psixoterapevtlər də elə bunların içərisində onlardan da var və yaxud da ki, digər peşə sahibləri, hansılar ki, onlar özlərinin çətin həyatlarını, acılarını yaşayandan sonra artıq ikinci mərhələ ki, gəlir, o qüvvət, güc mərhələsidir ki, bu mərhələdə o həm özünü xilas eləmiş olur, həm də başqalarını xilas eləmiş olur. Deməli, bunda Persefona arxetipi var və Persefona arxetipinin əsas qayəsi dediyim kimi ondan ibarətdir ki, insanın öz acısını yaşaması, öz hisslərini, öz emosiyalarını yaşaması, başqasını günahlandırmadan, başqasını qınamadan, məhz öz qismətinə düşən o payı, o qisməti yaşamaq və burada başqalarını günahlandırmamaq, bunu qəbul etmək və o hissləri olduğu kimi yaşamaq və məhz bundan sonra artıq ikinci bir etapdır ki, bu artıq ona verilən güc, ona verilən enerji sanki Allahdan gələn bir mükafatdır ki, o bu mükafatı belə deyim də həm özünün, həm də ki başqalarının həyatını yaxşılaşdırmağa sərf edir.